Zəngəzur yolu adlandırdığı ərazi ilə bağlı İlham Əliyev dəfələrlə iddia edirdi ki, güya o yolu açacaq və həmin yol Azərbaycanın yolu olacaq. Bu kimi reallığa uyğun olmayan çıxışlarla Azərbaycan xalqını İlham Əliyev aldadırdı, manipulyasiya eləyirdi. Lakin gerçəklik tamamilə fərqlidir. Hazırda sözü gedən yol artıq Azərbaycan, Ermənistan, ABŞ arasında bağlanan üç tərəfli sazişi çərçivəsində müəyyən edilib. Həmin yolun statusu razılaşdırılıb və ona Trump yolu adı verilib. Yol faktiki olaraq ABŞ-ın nəzarətinə keçib. Bugün ABŞ və Ermənistan rəsmiləri arasında görüş baş tutub və həmin görüşün nəticəsində qərarlaşdırılıb ki, bu yoldan əldə olunan gəlirlərin 74% Amerika Birləşmiş Ştatlarının, 26% isə Ermənistana məxsus olacaq. İlham Əliyevə nə olacaq, nə qalacaq? Bax bu qalacaq, bax bu. Bax bu qalacaq, bax bu qalacaq, bax İlham Əliyevə. Bax bu qalacaq, bax. Daşşağının, Trump'ın daşşağının başı qalacaq. Artıq qərar verilib və imzalar atıldı bugün. Azərbaycana isə bu yoldan heç bir qəpikdə gəlir verilməyəcək. Azərbaycan yalnız bu yoldan Naxçıvana gediş-gəliş məqsədi ilə istifadə edə biləcək. Gediş-gəliş, o da kömrük rüsumunu verərək, yəni Gürcüstandakı kimi. Gürcüstana necə gedirsə kömrük rüsumuza lazımdır. Orada eləcək. Necə ki bugün Azərbaycan vətəndaşları Naxçıvana gedərkən İran ərazisindən istifadə edirlər. Eyni vəziyyəti indi Ermənistan ərazisi üzərindən istifadə edəcəklər. Yəni, İranda olduğu kimi Ermənistan sərhədində də gömrük və sərhəd nəzarəti həyata keçiriləcək. Azərbaycan vətəndaşlarının pasport və sənədləri yoxlanılacaq. Fərq yalnız ondadır ki, əvvəllər Ermənistan üzərindən keçid yox idi. İndi isə Ermənistan öz ərazisindən keçidə icazə verəcək. Vəssalam. Nəticə etibarilə Azərbaycan bu yolun gəlirlərindən tam kənarda qaldı və faktiki olaraq İlham Əliyev Zəngəzur yolu adlandırdığı bu layihədən, yəni Trump yolundan İlham Əliyev kənarlaşdırıldı nəticə etibarilə. Dəyərli dostlar, dəyərli həmvətən, bu da sizə dəmir yumruq ala. Mən deyəndə bu götünü verərək, arvadını verərək prezident olan adamdır. Mən deyəndə bunda namus, şərəf, vicdan, qeyrət, bu qəbildən heç nə yoxdur. Bu ancaq arvadlara gücü çatır. Mənim xanımıma terrorda ittiham eləməyi bilir, Abzas medianın jurnalistlərini əli qandallı gətirməyi bilir, gözəl bayramlını öldürməyi bilir, nə bilim o Gültəkini orada postalayıb deport migrant kampında saxlayıb ya da deport eləməyi bilir. İlham Əliyev nə bilir ki? İlham Əliyev oğraşlıqdan başqa, İlham Əliyev peysərlikdən başqa, İlham Əliyev şərəfsizlikdən başqa nə bilir? Anda geniş miqyaslı etirazlar baş verir və verir. Bu etirazlar hakimiyyət tərəfindən qanlı, silahlı toqquşmalarla zor gücünə yatırılır. Maraqlı məqam ondan ibarətdir ki, Donald Trump əvvəllər bildirmişdi. Əgər İranda insanlar öldürülərsə və ya zorakılığa məruz qalarsa, ABŞ müdaxilə edəcək və İrana zərbələr indirəcək. Trump sonradan mövqeyini dəyişərək açıqladı ki, artıq İranda insanlar öldürülmür və İranla müəyyən məsələlər diplomatik yollarla həll olunur. Bunun ardınca İranın Xarici İşlər Naziri Abbas Ərəkçi ABŞ-da Trumpa ən çox dəstək verən Fox News kanalına çıxaraq müsahibə verdi. Paşinyanla İlham Əliyev də müsahibə vermişdi Fox News-a, Trump'ın ən güclü kanalına. İlhamın çıxışını vermədilər, Paşinyanınkini verdilər. Ərəkçi çıxdı kanala, maraqlısı ondan ibarətdir ki, həmin çıxışda həm Trump'ı qismən müdafiə etdi, həm də İran-ABŞ münasibətlərinin gərginləşməsində İsrail günahlandırıldı. Baxın, Amerika İsraili günahlandırdı və Ərəkçi də odun üstünə nə tökdü, nöyük tökdü. Bu fakt onu göstərir ki, İranla Amerika Birləşmiş Ştatları arasında artıq pərdə arxası danışıqlar aparılıb və gizli razılaşmalar əldə olunub. Çünki İsrailin baş naziri Benyamin Netanyahunun səlahiyyət müddəti bu il 2026-cı ilin oktyabr ayında başa çatır və böyük ehtimalla Netanyahu növbəti seçkilərdə qalib gəlməyəcəyi kəsindir. Digər tərəfdən Trump'ın da 2026-cı il noyabr ayında bir ay sonra Amerika Birləşmiş Ştatları Konqres seçimləri var. Əgər bu seçkilərdə Trump məğlub olarsa, impeachment təhlükəsi ilə üzləşə və hakimiyyətdən uzaqlaşdırıla bilər, hətta həbs oluna bilər Trump. Hazırda ABŞ-da Trump'a qarşı ciddi ictimai narazılıqlar mövcuddur. İranla müharibə Trump üçün siyasi baxımdan çox baha başa gələ bilər, çox risklidir. Çünki belə bir müharibə zamanı Amerika tərəfdə hərbi itkilər çox olarsa, bu ölkə daxilində böyük etiraz dalğasına səbəb ola bilər. Məsələn, İraq müharibəsi zamanı 3000-dən çox Amerika əskəri həlak olmuşdu. O dövrdə sosial şəbəkələr inkişaf etmədiyi və media bunu geniş işıqlandırmadığı üçün George Bush hakimiyyətdə qala və hətta ikinci dəfə prezident seçilə bilmişdi. Ancaq indiki dövrdə sosial şəbəkələr çox güclüdür.
İranla mümkün müharibə zamanı ABŞ əskərlərinin videoları yayılarsa və ya İran tərəfdən əsir götürülmüş Amerikalı əskərlərin öldürülməsi nümayiş etdirilərsə, raketə bağlanması da daxil. Hacı İran raketi də bağlayır, tutduğunu atır. Bu Amerikada kütləvi etirazlara və Trump'ın hakimiyyətdən getməsinə, ara seçimlərini tamamilə itirməsinə səbəb ola bilər. Trump'ın İranla açıq müharibəyə getməməsinin əsas səbəblərindəndir ki, bu risklər. Amma dəli Trump'dır. Nə desən gözləmək olar, amma mövcud vəziyyət budur. Bundan əlavə İran böyük silah ehtiyatlarına malikdir. Müxtəlif regionlarda silahlı qruplaşmaları var. Ukrayna ilə müharibə aparan Rusiyanın da dron və silahlarla təmin olunmasına İran çox kömək eləyir. Bu isə onu göstərir ki, İran həm geniş silah istehsal gücünə, həm də ciddi hərbi ehtiyatlara sahibdir. Belə bir dövlətlə müharibə aparmaq ABŞ üçün böyük bataqlığa düşmək deməkdir. Məhz bu səbəbdən Trump İranla birbaşa müharibə yolunu seçmədi və daha ehtiyatlı davranmağa üstünlük verdi. Mən nə deyirdim hə? Bəyəxtən mən nə deyirdim hə? Mən deyəndən sonra gör nə paylaşıldı, ala bax. Nə yazdı ora? Trump İrana təşəkkür etdi. Vay vay vay. Ay qardaş, siz düşünürsünüz nə məsələdir bu? Allah önünüzü tiksin. Siz düşünürsünüz nədir, söhbət nədən gedir? Ay tufanınız dağılsın. Söhbət Qabilin prezident olmağından gedir. Ay söhbət Cənubi Qafqazdakı dəhlizdən İlham Əliyev heç adam yerinə qoyulmamağından gedir. Söhbət İlham Əliyev xofdadır, qorxu içindədir. Gizlin ermənini buraxır, Paşinyan paylaşır. Söhbət ondan gedir ki, İlham Əliyev Trump'dan asılı vəziyyətdə qaldı. Söhbət ondan gedir Netanyahu'nun kitabını bağladılar. Söhbət ondan gedir ki, Netanyahu'nun dəstək verdiyi İsrail qüvvələrinin nə qədər milyardlar xərclənmişdi, uzun illər dəstəklənmiş Suriyadakı qüvvələr məhv edilir. Söhbət ondan gedir ki, İsraildə Libermanın hakimiyyətə gəlməsi kəsindir. İsrail xalqı, ola bilər kimsə bugün məndən Netanyahu sevənlər inciyər. Amma Liberman, solçular gəlir. Solçular gəlir, solçular. Solçular gəlirsə xalq yaşayır, sülh gedir. Sülhdən danışılır.